Şad xəbər, sənədsiz evlərə asanlıqla çıxarış verilə bilər. Milli Məclis məsələ qaldırdı. Azərbaycanda şəhərsalma və memarlıq ili çərçivəsində sənədsiz evlər üçün amnistiya elan edilməsi, bununla bağlı xüsusi proqram qəbul olunması və bu məsələnin mərhələli şəkildə həll edilməsi məqsədə uyğundur. Report xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bildirib. Azərbaycanda təxminən 500 min sənədsiz ev var. Həmin evlərdə yaşayan şəxslər ora qeydiyyata düşə, paralel olaraq dövlət xidmətlərinə çıxış əldə edə bilmirlər. Problemin həlli ilə bağlı sistemli və kompleks islahat lazımdır. Sənədsiz evlərlə bağlı dünya təcrübəsi var deyə millət vəkili qeyd edib. Nəqliyyat və elektrik xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda inşa edilmiş sənədsiz evlər istisna olmaqla qalan evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardlarla manat əlavə və davamlı dəyər qata bilər.